teorik ilə praktikanı, xüsusilə də aranızda sahibkarlıq fəaliyyətinə məşğul olmaq istəyən insanların biznes ideyaları üzərindən bugünkü təlimimizi davam etdirəcəyik. Ona görə biz bilənki formatdan fərqli olaraq bugün belə stol arxasında əyləşməyi daha məqsəd uyğun hesab elədik. Hər birimizin qarşısında olan ağ kağızlar üstündən ötərdir ki, siz müəyyən qeydlərinizi aparasınız və sonradan biz daha çox yeni biznes qurmaq istəyən tədbir iştirakçılarının ideyalarını praktik cəhətdən müzakirə edək və onun ideyasını hazır bir biznes plan halına gətirək ki, nə dərəcədə bu ideya bunun üçün aktualdır, bunu reallaşdırmaq mümkündür, yoxsa bu sadəcə olaraq bir arzu olaraq da qalmalıdır. Bunun gerçəkləşməsi real görünür. Biznes ideya və biznes planın hazırlanması bizim mülkü təlimimizin əsas mövzusu, əsas məqsədi ondan ibarətdir. Biznes ideya necə yaranır, hardan yaranır? Bununla bağlı onu qeyd edə bilərik ki, hər bir sahibkarlıq subyekti üçün biznes ideyanın yaranmasının müxtəlif səbəbləri olabilir. Bu, yaşadığı ərazidə və biznes subyektini təşkil edən şəxsin ehtiyaclarından yarana bilən ideya kimlə meydana çıxa bilir və cəmiyyətdə aparıcı trendə çevrilmiş bəzi xidmətlərin və bəzi məhsulların aldı-satısından yeni biznes subyekti yaratmaq istəyən şəxsin bu sahəyə olan həvəsi və marağı səbəbindən də istiqamətdə yeni təşəbbüs, yeni ideya yarana bilir. Ona görə də bu məsələlərdə fərdi yanaşma olduqca vacibdir. Bugün biz çox istərdim ki, bunu iştirakçıların hər biri öz üçün qeydiyyatına aparsın. Sanki yeni bir biznes yaradılması haqqında düşünürük və biz sizin biznes ideyanızı müzakirə edəcəyik. Və bunu müəyyənləşdirərkən də mən çox istərdim ki, bir əlinizdəki vərəq üzərində üstəgəl işarəsi çəkəsiniz, biraz böyük əziyyətdə. Üstəgəl işarəsi. Sol tərəfdən, üstəgəl işarəsinin sol tərəfdən yuxarıdan güclü tərəf sözünü yazasınız. Güclü tərəf. Sağ tərəfdən zəif tərəf. Güclü tərəfin altından imkanlar, zəif tərəfin altından isə risklər. Bu metod SWOT analiz, təhlil adlanır. Keçən SWOT analiz təhlil, SWOT təhlil analiz. Güclünün altından imkanlar, resurslar. Zəif sözünün altından da risklər yazırsınız. Keçən əsrin 60-70-ci illərdə təqribən tarixdə Avropada xüsusən ilkin yaranışı biznes çevrələrdən olan bir təhlil metodundur. Amma bu metod o dərəcədə uğurla alındı ki, o qədər belə deyək də effektiv bir metod oldu ki, özünü qiymətləndirmə baxımından. Sonradan bu təhlillərdən ölkə bir dövlətin strategiyasının müəyyənləşdirilməsi baxımından, ayrı-ayrı dövlət qurumlarının müəyyənləşdirilməsi baxımından tutulmuş, ayrı-ayrı fərqlərin özünü qiymətləndirmə baxımından çox faydalı bir test üsulu olmuşdur. Burada söhbət nədən gedir? Bank asili, sahibkarlıq subyekti yaratmasıdır. Bizim tədbirdə iki praktik nümunə yaratmışdır. Birini bizim Mustafa qardaşımız öz torpaq sahəsindən bağlı təsəvvür qurmaq barəsində danışırdı. Birini isə sonradan məlum oldu ki, elə varlarlıdır, amma şərtli olaraq Hüseynin Moyqa biznesi üzərindən bir müzakirələr apardı. Gəlin bu günləri hər biriniz, yəni mümkün qədər mən çox istərdim ki, hər birinizi dəvət edirəm ki, özünüzün biznesinizi qurmaq istəsəniz, hansı sahədə biznesə girişmək istəyərdiniz və bunun üzərindən sizin biznesinizin güclü, zəif tərəfini, imkanlar nədir, risklər nədir, müzakirə etdikdən sonra onun bir biznes planının hazırlanmasına cəhd edir.
Məncə, bizim bugünkü təlimimizin praktik nümunələr üzərindən davam elətdirilməsi, onsuz da biz birinci təlimimizdə danışanda qeyd elədik ki, istər hüquqi şəxs yaratmadan, istərsə də hüquqi şəxs yaratmaqla yeni biznes subyektinin yaradılması üçün hüquqi prosedurlar nələr ibarətdir. Və zaten siz bir gün qərar versəniz ki, siz biznes subyekti yaratmaq istəyirsiniz, həmən mərhələdə bu işi hansı arzuculuğunla həyata keçirməlisiniz, bu barədə bir o qədər də çox vaxtımız getmədən bu işlərin təşkil edilmiş olacaq. Bu işlərdə əsas ən önəmli olan məsələ sizin hansı sahədə biznes yaratmaq istədiyinizlə bağlı. Mən bir neçə yeni iştirakçını nəzərə alaraq Artoriya ünvanladığım sualı bir daha nəzərdə saxlamaq istəyirəm ki, həm də sizin öz biznes ideyanızı müəyyənləşdirmək baxımından, sizin öz biznes planınızı hazırlamaq baxımından elə bilirəm ki, o misal bir daha faydalı olacaqdır. Yeni biznesini yaratmaq istəyən insan üçün nələr tələb olunur, nələr olmalıdır? Biz bunu sürənlərində qeyd elədik. Biznes yaratmaq üçün ilk növbədə 5 vacib tələb vardır, komponent vardır ki, bunlara xüsusi diqqət yetirilməlidir. Bunun birincisi bizim elə günlərdə müzakirə elədiyimiz biznes ideyasının olmasıdır. Yəni, bizim birinci biznes ideyamız olmalıdır. Hansı istiqamətdə, hansı sektorda biz biznesdə məşğul olmaq istəyirik. Yer gəlmişkən, bunu da haşiyə kimi nəzərinizə çatdırım, bu barədə da bir məlumat vermişdik ki, ümumiyyətlə iqtisadiyyatın 4 aparıcı segmenti, sektoru var. Sənaye, kənd təsərrüfatı, ticarət və xidmət. Yəni, sizin yaradacağınız biznes subyekti bu 4 istiqamətin hamısında fəaliyyətə başlayacaqdır. İdeya burada çox önəmlidir. İkincisi, sizin yaradacağınız biznes üçün komanda. Siz bu işi kimlərlə görəcəksiniz? Bunun üçün sizin ilkin bir nəzəri təsəvvürünüz olmalıdır ki, mən tutarım ki, belə deyək də, şirniyyat sexasına bu işdə mənə anam kömək edəcək şirniyyatların şirməsinə, bacım kömək edəcək, ya başqa bir yaxın xanım kömək edəcək. Ola bilər ki, siz bilirsiniz, bəzi şirniyyat mağazalarında şirniyyatı kişilər heç də xanımlarımızdan zəif hazırlanmırlar. Yəni, o kimliyi sizin öncədən düşüncənizdə, təsəvvürünüzdə olmalıdır. Və üçüncüsü, siz bu işi harada görəcəksiniz? Siz bu işi görmək üçün təsəvvürünüzü götürüb fikirləşirsiniz ki, biz bu nəzərdə tutduğumuz şirniyyat üçün müraciət edəcəyik, satılısı gənclər elinə və oradan da bizə bu birinci mərtəbədə olan buzağı verəcəklər. Bunun üçün burada o şərət var mı, imkan var mı? Yəni, ona görə də yerin özünün seçilməsi də olduqca önəmlidir və vacibdir. Dördüncü olan vacib məqam, hansı avadanlıqla bu işi görəcəyik? Və nəhayətdə beşinci, bizim biznes ideyamızın biznes plana çevrilməsidir. Bəli, biznes ideyanın biznes plana çevrilməsi bizə gərəkli vəsaiti ortalığa çıxardır ki, biz bu işi görməkdən ötəri neçə nəfər işçi cəlb edəcəyik, o işçilər üçün əmək haqqı nə qədər olacaq və onlar üçün vergi və desenfinin hesablanması, biz bu işi harada görəcəyik, o yer bizim şəxsi əmlakımızdır, biz oranı icarəyə götürürük, bunun üçün hansı ödənişlər edəcəyik, biz bu işi görməkdən ötəri avadanlıqdan ki, istifadə edirik, o avadanlıq bizim şəxsi avadanlığımızdır, icarə avadanlığıdır və yenisini alırıq. Birinci əl alırıq, yoxsa ikinci əl, yəni işləmiş avadanlıq alırıq. Bunlar da çox vacib bir məsələdir. Bax, bunlar hər birinin doğru düzgün suallarının cavablandırılması istəyir, sizin şəxsi vəsaitiniz olsun. Xüsusilə də banklar, bu istiqamətdə, belə deyək, banklara müraciət edənlər var, xüsusən aranızda yaşlı nəsil nümayəndələr ki, xüsusən biznes kreditinə, bir var, istehlak kreditinə bağlı, biz yaxınlaşırıq səhələn bir banklar, bankin bizə birinci sual nə olur? Rəsmi iş yeriniz var, gəlir nə qədər bu qədərdir, o da kalkulatorla vurur, çıxıb hesablayır ki, sizə biz bu qədər kredit ala bilərik, istehlak krediti. Amma biz də kreditdən söhbət edərsiniz.
biznes kreditdə hökmən biznes plan bank tərəfindən tələb olunur. Sahibkar subyektindən. O baxımdan bizim də danışdığımız məsələ ondan ibarət ki, biz ideyamızı reallaşdırmaq istəyirsə, hökmən bizim biznes ideyamız biznes plana çevrilməlidir. Və biznes plana çevrilməsi üçün sizin qarşınızda olan vərəqdə çəkdiyiniz o sistemi bizim doldurmamız lazım. Mən çox istəyirəm ki, 3-5 dəqiqə ərzində siz həm mənə qulaq asaq zamanda, həm də öz fikirlərinizi orada qeyd edəsiniz ki, nə biznesi qurmaq istəyirsiniz və bu biznes üçün sizin güclü tərəfiniz nədir, zəif tərəfiniz nədir, imkanlarınız nədir və risklər nədir ki, mən bu işi eləyərəm, nə baş verir risk kimi və bu işi görmək üçün imkanlarınız nədir, güclü tərəfiniz nədir, zəif tərəfiniz nədir və biz bununla sizin biznes ideyanızın üzərində biznes planının hazırlanmasının nə dərəcədə real olub olmadığını qiymətləndirəcəyik. Hər kəsin fikri özündə olsun deyə bir neçə dəqiqə mənə elə gəlir ki, fasiləyə ehtiyac var. Ondan sonra biz bir sizin təbii ki, hazır olanların hazırladığı bu analizin üzərindən onun biznes ideyasının biznes plana çevrilməsi reallığını qiymətləndirəcək. Vaxtınız səmərəli geçsin deyirəm. Bundan öncəki təlimimizdə deyilən bir neçə fikirdə təkrar qeyd eləmək istəyirəm ki, hər bir uğurlu biznesin başlanğıcı üçün bizim bugünkü ikinci təlim olmasına baxmayaraq, əslində bizim birinci tədbirimiz ümumi təlim haqqında sizə anlayışın verilməsiydi, məlumatın verilməsiydi. Bugün isə biz elə hesab edin ki, birinci təlimimizdən başlayır. Yəni sizin ideyanızın üzərindən yola çıxacağıq. Növbəti təlimlərdə isə biz digər biznesin qurulması, uğurlu alınması üçün mövzuları müzakirə edəcəyik və xüsusən də mən sizi əmin etmək istəyirəm ki, aranızda kimlərsə real bizneslə məşğul olmaq istəyəcəksə, bizim bu təlimlərimiz onun üçün stolüstü kitab deyirikdə bir mövzu ilə məşğul olarkən əlinin altında çox sağlam bir mənbə olacaqdır və əminəm ki, o biznesə başlayarkən də bizim bu təlimimizi minnətdarlıqla xatırlayacaqsınız və bu işi təşkil etdiyi üçün həm Habil bəyə, həm də Habil bəyin bu layihəsini maliyyələşdirdiyi üçün Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları Dövlət Dəstək Agentliyinə öz təşəkkürünüzü bildirəcəksiniz və bir təlimçi kimi bizim də fikirlər işinizə yarayacaqsa, yəqin ki, bizim haqqımızda da xoş fikirdə olacaqsınız. Yekunlaşanlar olacaqsa, biz bir dinləmək istəyərik. Özünüzü təqdim edin və biznes ideyanızı təqdim edin, sonra davam edək. Mən Cümhur Qənizlərdə, Kimya-Biologiya Respublika Təməli bu 2 məzunuyam. Mən əslində kafe shop açmaq istəyirəm. Azərbaycanda yetəri qədər çox deyil, amma daha fərqli bir cür açmaq istəyirəm ki, məsələn, kafe shopun içində qadınlar üçün ətirlər olsun, parfümlər, aksesuarlar, belə deyək də, daha müasir gənclərin gəldiyi bir yerin olması istəyərdim. İşdə düzgün tərəflərim odur ki, bu həm aksesuar aləmində olsun, həm parfümdə, həm də kafe shop aləmində yetəri qədər bu işlərdən başımı çıxmalı, yetəri qədər... Nə qədər təcrübəniz var? Nə qədər təcrübəm var? İşləməmişəm bu haqda, amma məsələn, özümün parfüm stendi var, evdə daha doğrusu da, yığıram. Aksesuarlarım da həmçinin özüm alıb yığıram. Anlayışım var, məsələn, baxan zaman bilərəm ki, bu parfüm olsun, bu aksesuar olsun. Məsələn, aksesuardan götürək, bu qaralarmı, paslanarmı, paslanmazmı, çelik deyək də, elədirmə, elə deyilmə. Parfümlər olsun, qalıcılığı olsun, qalıcılığın artırılması olsun. Yəni, o işlərdən başını çıxar. Kofelər olsun ki, daha... Çox üzrəm, adınızı bildirin. Gülnaz. Gülnaz xanım. Sizin bax bu danışdığınız mövzuda kimsə belə deyək də bir yol göstərəniniz var, yoxsa siz bunları xüsusən indiki dövrdə internet üzərindən daha çox paylaş etmeniz mümkünlüklər? Özünüzün belə deyək, müəllimsiniz, yoxsa bu işdə sizə bir müəllimliyindən var, yol göstərən var?
Daha çox onlayn internetlər, YouTube-dan baxıram, yəni maraqlanıram. Amma belə əsasən özüm bu yolda irəliləmək istəyirəm. Amma indi üçün düşünmürəm. Son 5 il ərzində daha... Növbəti 5 il, belə deyək. Amma növbəti 5 il ərzində daha da bu işlə inanıram ki, yaxşı olacaq da. Zəif tərəflərim məkan seçimi və zaman seçimini dəqiq bilmirəm deyə, bu mənim üçün zəifdir. Yəni, məsələn, son 5 il deyirəm, amma son 7 il ərzində də deyə bilərəm deyə, zaman və məkan seçimi. İmkanlar maddiyyat cəhətdən olsun ki, bilirəm, ailəm olsun, həm gələcəkdə məsələn işləsəm, öz büdcəm olsun. Bunlar əl verəcək mənə, həmçinin işçi çevrəsi. Ətrafımda çox insan olduğuna görə, hətta bunların əksəriyyəti gənc olduğuna görə, ona görə inanıram ki, bu işdə olsam, yəni yetəri qədər işçi çevrəmdə olacaq. Həmçinin risklər də bu Azərbaycanda bir ilki olacaq. Çünki heç bir kafe-shopun içərisində aksesuardır, parfümdür, qadaları lazımlı bir şeylər olmuyor. Daha çox təkcə kafe-shop olub, aksesuar yeri ayrı-ayrı olub. Kombinasiyası birləşik halda olmuyor. İlkdir. Müəyyən bir müddət həmişə görmüsünüz ki, ilklər müəyyən bir müddət belə yüksəlir, sonra çöküş yaşayır. Bir dənə riskin budur ki, müəyyən bir müddət çökür və yaxşı gedib sonradan çökə bilər deyə düşünürəm. Çox sağ olun, təşəkkür edirəm Gülnaz xanım. Başqa, siz buyurun, sonra Hüseynlə davam edək. Adım Nahid. Zəif tərəfim maddiyyatdır. Yəni maddiyyat var, amma mən o işçi tutmalıyam, onları alıb gətirməliyəm, bir satmalıyam. Buna görə imkan. Sonra imkanlarım isə hazır ərazi, yer, dükan var. Hal-hazırda heç boşda, amma dükan var, ərazi var. Həmin ərazidə də paltar dükanları az olduğuna görə tələbat çoxdur. Buna görə ərazidə də məncüzü tərəflidir, orada da var. Amma risklər dükanın bankrot olması baxmalıdır. Çünki o ərazidə 2000-ə yaxın adam qalır da, çox adam qalmır o qədər. Ona görə. Çox adım necə olur? Nahid. Azərbaycanda hal-hazırda xidmət sahəsi, yəni sənaye sahəsi var, iqtisadi sahə var. Amma ki, Azərbaycanda xidmət sahəsi aşağı səviyyədir hal-hazırda. Xidmətin hansı sektoru məsələn? Xidmətin hansı sektoru daha çox daşınma, məsələn, sərnişin daşınması. Nəqliyyat xidmətləri. Çünki şəhər daxili yoxsa ölkə daxili? Ya beynəlxalq? Həm beynəlxalq. Təmal şəhər daxilində xarici. İki tərəf. Deməli, əlimdə yəni ki, güclü tərəfim oldu ki, kommunikasiya xəttləri, yəni ki, region, olduğum region, planlama, həmçinin ehtiyat səviyyəsi, çünki əhalinin buna ehtiyacı var. Bir də güclü tərəf odur ki, mənim quracağım, mənim iddialar, həmçinin oradakı kampaniyalar falan. İmkanlar odur ki, əldəki summadır. Məsələn, 250 min manata qədər əldə summa var. Həmin o summanı dəyərləndirməliyəm, məsələn. Hal-hazırda ən kiçik bir xırda işdən başlaya bilərəm, şəhər daxili başlaya bilərəm, məsələn, daşınma və yaxud yük daşınma və yaxud sərnişin daşınma xidməti. Daha sonra... Yəni, Bolt və 166 xidmətlərdə təxminən belə bir şey. Daha çox belə, bu yöndə. İmkanlar bunlardır. Zəif tərəf odur ki, əsasən işçi qabiliyyəti, işçi gücü. Məsələn, mən əgər onların maaşını fikirləşməliyəm, onlara uyğun ola da bilər, olmaya da bilər. Yəni ki, işçi tapılması bir müddət üçün vaxtda alır, çətinliyi olur. O biraz zəif tərəf olur, amma o da bir müddətdən sonra yoxa çıxır. O zəif tərəfi getirici güclənməyə də onu gedir. Və risklər isə odur ki, həmin şirkətin, yəni ki, şirkətin planının, yəni ki, belə deyək, suya düşməsi, yəni ki, hal-hazırda bir neçə dənə yük daşıma şirkəti var, belə bir neçə dənə 166 və 186 kimi şirkətlər var. O şirkətlərin mənə üstələnməsi və yaxud da mən onu üstələyə bilərəm, əgər ki, mənim planım daha güclü, yəni daha yaxşı olarsa. Onları üstələyə bilərəm və yaxud da onların planı daha yaxşı olur, mən üstələyə bilərəm. Hüseyin, biz bunu əvvəlki təlimdə də qeyd eləmişdik ki, bazara yeni daxil olan şirkət və sahibkar birinci daxil olduğu sektoru araşdırmalı, bazardakı rəqiblərinin
müştərilərə təkliflərini qiymətləndirir və özünün yeni olduğunu nəzərə alıb digərlərindən fərqli müştəri məmnunluğu yaranacaq yeni ideyalar, yeni təkliflər olmalıdır. Bax, 166-dan fərqli nə təklif eləmək istəyirsən? Ona görə bu riskidir. Yəni, riski aradan qaldıra da bilərəm. Yəni ki, əgər təklifin daha yaxşı olarsa. Məsələn, 166-da məsələn, tutan endirimlər məsələn yox. 166-da belə deyək. Amma mən məsələn, belə bir kampaniyaya başlada bilərəm ki, ilk 3 gedişdə məsələn, endirim yox da olsun, ilk 3 gedişdə məsələn, 50% endirim. Və sonraki 5 gedişə, tam 5 gediş etsəz, artıq bir gedişiniz pulsuz olur məsələn. Belə eləyə və yaxud da ki, ilk yükün ağırlığına görə dəyişir. Məsələn, iri həcmli məsələn, yükləri tutaq ki, 40% endirim edirəm. İri həcmli yükləri. Və yaxud da məsafəyə görə endirim edə bilərəm. Kamran müəllimin də sualına ibarətdir ki, endirimləri edirsiniz müştəri qazanmaq üçün. Amma onun həm də belə deyək, zərər etməmək ötəri, hətta bir söz verir ki, riskli tərəf olur ki, bu mağaza bir dəfə bankrot olur. Növbəti dəfə, yəni iflas öz sözümüzdən Belə deyim də, məsələn, mən dedim ki, həm daşıma, həm sərnişin daşıma, həm də yük daşıma şirkətində iki tərəfli işləyir. Məsələn, mən bir dəfə endirimi sərnişin daşımada həyata keçirə bilərəm. Birinci endirimini, birinci kampaniyanı sərnişin daşımada həyata keçirirsən, yəni özümü reytingimi qabağa çıxarırsan sərnişin daşımada. İlk öncə sərnişin daşıma lazımdır mənə. Artıq bu sərnişin daşımada reytingi qabağa çıxdıqdan sonra yük daşıma ərsəyə çıxara bilərəm və ərsəyə çıxardan yük daşıma xidmətdə artıq ikinci dərəcə sala bilərəm və ondakı yeni bir kampaniya yarada bilərəm. Hüseyin, çox sağ olun. Mən bir şey nəzərinizə saxlayıram ki, hər üçünüz, Gülnaz xanım da, Ayıb bəy də, siz də biznes qurmaq barədə düşünmürdünüz buraya gəlmən edər. Sizə bu sual burada verildi və sizin bu suala ilkin cavabınızdır və mən deyərəm ki, sizin hər üçünüzün cavabı sizin sabahların biznesə başlamağa vacib olan şəklərdən biri cəsarətdir. Bu cəsarətiniz təqdim olmalıdır. Bəli, yox, risklər nəzərə alınmalıdır. Biznes riskləri öz yerində, amma siz bir ideyanı gerçəkləşdirmək baxımından cəsarətinizi mən təqdir edirəm və inanıram ki, inşallah xüsusən də mən danışıqlarımızdakı müsbət çağrılarını da bilməsəm ki, Gülnaz xanım bildirirdi ki, növbəti 5 ildəmi, 7 ildəmi təbii ki, bu işi görmədən öncə əslində bizim bir-birindən ayırdığımız mövzular, təlim mövzularını biz hər dəfə təkrar o mövzuya dönüş edəcək, çünki bunlar bir vahidin hissələridir. Hökmən biznesini müəyyənləşdirmək istəyən şəxs bazarın marketingini aparmalıdır. Bazarın marketingini aparmalıdır. Bilməlidir ki, bu məhsul bazarda nə dərəcədə alıcı özünə cəlb edə bilər və mövcud bazar konjunkturasında ciddi rəqibləri kimlərdir və onlardan fərqli hansı məhsulu və ya xidməti o alıcılardan, müştərilərdən və ya buradakı məsələn, tutaq ki, mənim qonşu şirkətə gəl ki, iflas olursa, ya ki, iflas edildiyində, həmin onun iflas olma səbəbini araşdırmaq da olar ki, yəni ki, sonradan özüm də onun kimi, yəni ki, onun getdiyi yolda getməyim də, yəni, çünki bəlkə o da mən istədiyim yoldan gedib, məndən öncə gedib o yolda, ona görə baxım, iflas oldu. Onu da araşdırmaq olar məsələn. Sadəcə yaxşı tərəfi yox, məncə pis tərəfi araşdırırsan. Sağ olun. Sizi də dinləyək, sonra yeni biznes ideyalarla dinləyək. Məncə ondan maraqlı var. Daha belə müasir gənclərin istədiyi yöndə getmək daha doğru olar. Məsələn, müasir gənclər nə istəyir? Mən məsələn, getdiyim, risk aldığım şey, istədiyim şey daha çox gənclərə xitab edir də. Eləcə də senin dediyi kimi, yəni cəmaət nə istəyir fikri bizim üçün əsas olmalıdır. Məsələn, cəmaət nə istəyir? Bütün hallarda. Biznes daha amansızdır. Başqa sektorlarda, belə deyək, güzəşt imkanları... Müştəri məmnuniyyətləri görülməkdir. Bəli. Doğru. Buyurun, siz də işte... Mənim bir dənə sualımdaydı. Bu proses, məsələn, SWOT analizi, danlıq prosesləri üçün analiz etmək üçündən siz demişdiniz